İlahiyyatçı Yaşar Qurbanovun təqdimatında Cümənin bərəkəti başladı. Rəbbimizə şükürlər olsun. Uca Allahın salamı, salavatı Peyğəmbərimiz sallallahu aleyhi ve sellem, onun əhl-i beyti, əshabların üzərinə olsun. Bu gözəl cümə günündə Rəbbimiz dualarımızı qəbul eyləsin. Uca Allah Teala kimin nə istəyarsı varsa istəyin arzusuna çatdırsın. Uca Allah Teala bu gözəl vətənimizi qorusun. Əmin-amanlığımız, müstəqimiz daimi olsun. Uca Rəbbimiz əskərlərimizi qorusun. Allah Teala şəhidlərimizə qəni-qəni rəhmət eyləsin. Uca Rəbbimiz ölkə rəhbərimiz, Ali Baş Komandanımız İlham Əliyev cənablarını qorusun, işlərini müvəffəq eləsin, uzun ömürlər bəxş eləsin. Cümə günü əlbəttə duaların qəbul olduğu gündür, xüsusən də cümənin son saatları. Biz də hər zaman dinləyicilərimizə bərabər gözəl dualar edirik, amin deyirik. Rəbbimizə həmd olsun. Bu gözəl əmin-amanlıq yurdunda gözəl dualar edirik, həmd olsun. Rəbbimiz dualarımızı qəbul eləsin. Dünyasını dəyişən valideynlərimizin məkanını Uca Allah Teala cənnət eyləsin. Amin. Həqiqətən də bir insan dualarının qəbul olmağını istəyirsə, bu dünyada rahat olmaq istəyirsə, hər bir içində əlbəttə ki, Uca Allaha bağlı olmaq, yəni qəlbini Allaha bağlamaq. Uca Allaha bağlı olmaq həqiqi həyatdır. Yəni çünki onunla bağlılıq insana rahatlıq verir. Qəlbini qorxudan, narahatlıqdan azad edir, ümid verir. Çıxılmaz yerdə yol göstərir, güc verir. Çətinliklərdə dözməyə, sabit qalmağa səbəb olur. Məna verir. Yəni insan həyatının boş keçmədiyini anlayır. Uca Allaha bağlı olmaq, əlbəttə Allaha dualar, zikirlər, ibadətləri yerinə yetirmək, gözəl əxlaqlı olmaq, insanlara əl tutmaq, gözəl danışmaq, Rəbbimizi çoxlu zikr etmək, bütün bunlar hamısıdır, insan Rəbbinə bağlıdır. Yəni hər zaman Uca Allaha pənah aparmaq, dua eləmək. Ona görə də Allaha bağlı olan həyat çox gözəl bir həyatdır. Amma bağlı olmayanda ruhən bir boşluq hiss edir. Allaha bağlılıq isə həm dünyada, həm də axirətdə həqiqi həyatdır. Allaha bağlılıq həyatın mənasıdır. Çünki insan ruhun dərinliyində həmişə bir dayaq axtarır. Bəzən görürsən ki, dost, tanış, bəziləri bunu maddi həyata bağlayır. Amma bütün bunlar hamısı müvəqqətidir. Amma Allaha bağlı olmaq isə, daimi Allaha bağlı olmaq isə, qəlbində Allah sevgisi varsa, çünki bütün varlığın mənbəyinə dayanmaq deməkdir. Hər şeyin sahibi kim? Uca Allah Teala. Allaha bağlılıq güc mənbəyidir. Həyatda insan bəzən gücü tükənir, çıxış yolları görünməz olur. Məhz o anlarda Allahla möhkəm rabitəsi, bağlılığı olan insan sınmır. Çünki o bilir, çətinliyi asan edən yalnız Allahdır. Onun Rəbbi var, ona güvənir. Çıxılmaz yerdə yol açan yalnız odur, uca Rəbbi var. Heç kəsin gücü çatmadığını da o mümkün edər, uca Rəbbi var. Bu güvən insana möhkəm iradə və dözüm verər, dözüm bəxş edər. Daimi qəlbində Allahla yaşayır. Bunu ən çox kim hiss edir? Daim Allaha zikr edən insan. Dilindən düşürmür zikirləri. Allaha bağlılıq qəlbin rahatlığıdır. İnsan dünyada çox şey əldə edə bilər, amma qəlbin sakitliyi yalnız Allahla yaxınlıqdan gəlir. Qəlbində bir rahatlıq var. Ona görə də Allah da Quran-ı Kərimdə buyurur, bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar. Rəd surəsi 28-ci ayə. O qəlbdə ki, rahatlıq var. Daim xoşbəxtdir. Heç bir şey onu üzməz. Baxın, Allaha bağlı olan insan tək qalmır. Çünki hər zaman yanında Rəbbini hiss edir, Rəbbinin yardımını hiss edir, Rəbbinin gücünü hiss edir. O qəlbdə Allah sevgisi var, Allah qorxusu var, Allaha hörmət var, təzim var. Allaha bağlılıq əbədi həyatın başlanğıcıdır. Dünya həyatı müvəqqətidir. Allaha bağlı olan insan isə dünyadaykən axirət üçün hazırlıq görür. O bilir ki, bu bağlılıq qiyamətdə də onu uca cənnətə aparacaq. Uca Allaha bağlı olmaq sadəcə bir his deyil. Həm dünyada güc və arxayınlıq,
həm də axirətdə qurtuluş deməkdir. Onsuz həyat bədən kimi var ola bilər, amma ruhsuz olar. Onunla bağlı olmaq isə insana əsl həyat bəxş edir. Həmçinin Allaha bağlı olan insan bilir ki, Allahın gücü sonsuzdur. İnsan nə qədər güclü olsa da gücü məhduddur. Xəstəlik, qocalıq, ölüm qarşısında insan acizdir. Amma Allahın gücü heç vaxt azalmaz, tükənməz, əbədidir. Çünki Allah Teala buyurur Əl-Bəqərə surəsində, həqiqətən Allah hər şeyə qadirdir. Bu deməkdir ki, onun gücündən kənarda bütün güclər zəifdir, yoxdur, kiçik və ya böyük, gizli və ya aşkar, asan və ya çətin, məhduddur. Amma Allahın gücü tükənməzdir. Sən qəlbini ona bağlayanda həyatda heç zaman narahatçılıq hissi keçirmirsən. Sıxıntı olanda Rəbbinə dua edirsən, xəstələndə ondan şəfa diləyirsən, səbəblərə sarılırsan. Amma qəlbində bir güvən var, istək var, inan var. Allaha bağlı, o demək qüdrət, hər şeyə hökm edən iradə Allahın. Allahın qüdrəti yalnız fiziki güc deyil, həm də hər şeyin sahibidir. Baxın, ulduzlar, qalaktikalar onun əmri ilə hərəkət edir. Yağışın damcası da, insanın qəlbindəki duyğunu da onun izni ilə olur, hər şeyi bilir. Heç bir varlıq onun gücünün önündə güclü ola bilməz. Bu səbəbdəndir, onun adı var, qadir, hər şeyə gücü yetən, qadir olan, qahhar, məxluqatı məğlub edən, yəni özünə boyun əydirən. Allahın gücündə heç bir çətinlik yoxdur. Mömin qəlbini bağlayanda Allaha onu bilir. İnsana nə qədər böyük və çətin olan iş Allah üçün eynidir. Baxın, Allah Teala buyurur Yunus surəsində, onun əmri bir şeyin olmasını istədikdə yalnız ol deməkdir. O dərhal olar. Olmadığın yerdən istəklərin çıxar. Özün bəzən dəşdə gələrsən. Bəzən insan sıxıntıya düşür. Sonra Rəbbinə sidq ürəklə dua edir. Bütün qapılar açılır. Deyir, heç bu qədərini gözləmirdim. Baxın, yer kürəsini yaratmaqla bir toxumu yaratmaq Allah üçün eyni asanlıqdadır. Allah üçün heç bir çətinlik yoxdur. Baxın, Allahın qüdrəti həm imtihan, həm də rəhmət gətirir. Bəzən Allah Teala səni imtihan edə bilər. O istəsə dağları yerindən oynadar. Suları qurudar. Küləkləri fırtına edər. Hər şey onun əlində. Amma eyni zamanda o zəif bir körpəni qoruyan, bir yarpağı yerdən qaldıran mərhəmət sahibidir. Bu qədər qullarına rəhimlidir. Yəni Allahın gücü ilə mərhəməti bir yerdədir. Bu da onun mükəmməlliğindəndir. Baxın, bunun insana təsiri nədir? Allahın gücünü bilən insan heç vaxt ümidini itirməz. Çünki hər şeyə çarə bilən Rəbbi var, Allah var, ona güvənir. Heç bir şeydən qorxmaz həyatda. Çünki bütün güclərin sahibi yalnız odur. Özünü kiçik görsə də Allahın dəstəyinin arxasında hiss edəndə böyük güc tapır. Allahın gücü və qüdrəti bütün kainatı əhatə edir. Hər şey onun əlindədir. İnsan bunu dərk edəndə həm arxayın olur, həm də Rəbbinə boyun əyər. Çünki əsl güc yalnız Allahdadır. Ona görə mömin daim Rəbbinə güvənməlidir. Və həmçinin hər zaman müjdə ilə yaşamalıdır. Bil ki, çətinlikdən sonra asanlıq var. Səbirdən sonra qələbə var. Gecədən sonra sübh gəlir. Sıxıntıdan sonra genişlik var. Dərddən sonra sevinç var. Hər bir hadisənin təsəllisi var. Hər bağlı qapının açarı var. Hər möhkəm qalada bir giriş var. Yəni, o kəsin ki, qəlbi Allaha bağlıdırsa, heç vaxt nədir? Ümidsiz olmaz. Hər çətinin içində Allahın lütfündən bir çıxış, hər darlığın içində bir ümid pəncərəsi var. İp gəriləndə qırılar. Gecə qaranlıq nə qədər zülmət olsa da səhər açılacaq. Yağış geciksə də damlalar yağar. Yəni, qəlbini hər zaman rahat saxla. Sənin Rəbbin var. Fağırı zəngin edən, xəstəyə şəfa verən, uzaqda olanı qaytaran, yorulanı istirahətlə, istəyini arzusuna çatdıranı yenə edən kim? Uca Allah Teala. Çünki günlər deyir, dəyişkəndir. Kainat fırlanır. Hər bir işin bir həddi var. Zaman gah qabağa gedir, gah geri çəkilir. Günlər bəzən alır, bəzən verir. Dünya isə 2 gündən ibarətdir. Yəni, bugün etdiyin əməllərinə bax, dünən artıq keçib getdi. Hər bir müsibətin sonu var. Hər bir yolun bir asanlığı var. Hər bir xəstəliyin bir dərmanı.
Hər bir bəlanın bir çarəsi var. Hikməti sonsuzdur. Allahın qüdrəti isə heyrətamizdir. Ona görə narahat olma. Baxın, həmçinin deyir ki, gözəl bir fayda, süngər kimi olma. Yəni, bütün vəsvəsəni, qorxunu qəlbinə daxil etmə. Baxın, deyir alimlərdən birisi, qəlbini arzu və şək şübhələr üçün süngər kimi etmə. Onları hoptursun və yalnız onlarla dolsun. Bəzi qəlblər var ki, şübhə, vəsvəsə, sıxıntı, hər bir şeyi qəlbinə hopturur. O qəlbində sonra bir yanğı var, istirab var, qorxu var. Niyə hər bir şeyi qəlbinə daxil edirsən? Olmayan bir şeylərdə. Əksinə, qəlbini parlaq və möhkəm şüşə kimi et. Şübhələr üzərindən keçsin, içində sabit qalmasın. Onun aydınlığı ilə görsün, möhkəmliyi ilə dəf etsin. Əgər qəlbinə rast gəldiyi hər bir şübhəni hoptursan, onda qəlbin şübhələrin məskəninə çevrilər. Ay xəstəlik olacaq, ay filan şey olacaq. Bəzən görürsən ki, insan hər bir şey qəlbinə hopturur. Olmayan bir şeyləri də qəlbinə hopturur. Ay gələcək qorxusu, ay niyə belə oldu? Bu qəlb yazıqdır, bu qəlb yorulur. Ona görə nə deyir alimlərdən birisi? Mən şübhələri, vəsvəsələri dəf etməkdə bu nəsihətdən gördüyüm fayda qədər heç bir nəsihətdən fayda görmədim. Yəni, qəlbini süngər kimi etmə. Hər bir vəsvəsə, şək şübhəni qəlbinə deyir, hopturma. Nə gözəl bir söz. Çünki Allaha təvəkkül et. Allaha bağlan. Təvəkkül nə deməkdir? Yəni, Allaha arxalanmaq, Rəbbinə arxalanmaq. Uca Allah hər şeyə qadirdir. Təvəkkül uca Allaha güvənmək deməkdir. Təvəkkül Rəbbinin hökmünə, qəza və qədərinə razı olmaq deməkdir. Təvəkkül hər bir halda Allaha bağlanmaqdır. Təvəkkül Allahdan razı qalmaqdır. Təvəkkül qəlbin Allahın vədinə arxayın olmasıdır. Yəni, qəlbini rahatlat, daim qəlbinə şək şübhələri daxil etmə. Çünki o qəlb nə olur? Yorulur. Çoxlu dua elə, Rəbbinə güvən. Hər bir şeydə, sonluqda gözəllik, yəni hər bir işdə gözəl sonluq gözlə, Rəbbinə güvən. Və bütün də bunların açarı nədir? Əlbəttə ki, qəlbinin rahat olmağını istəyirsənsə, daim Rəbbini zikr eylə. Elə Allaha bağlanmaq məhz bu deməkdir. Zikr. Daim. Elhamdülillah, əstəğfurullah, sallallahu aleyhi və səlləm, Allahu əkbər. Çoxlu zikr edəndə qəlbində bir rahatlıq olar. Baxın, uca Allahı zikr etməyin 100-dən çox faydası var. Boş vaxtın var, yol gedirsən, miniyində, zikir, əstəğfurullah, elhamdülillah. Bu sənin qəlbini vəsvəsələrdən, boş-boş xəyal arzulardan, gələcək qorxusundan qoruyar. Gələcək elə gəlməyib. Olan bir şeylərə görə də üzülməyəcəksən. Olan oldu, artıq keçdi. Keçmiş geri qayıtmaz. Sən bu gününü gözəl yaşa. Ona görə Allaha zikr etmək, ən böyük Allaha bağlılığı nədir? Uca Allaha zikr etmək. Baxın, uca Allaha zikr etməyin 100-dən çox faydası var. Şeytanı qovar və şeytanı əzər. Rəhman olan Allahı razı salar. Qəlbdən kədər və qəmi çıxarar. Qəlbə sevinç, şadlıq və genişlik gətirər. Qəlbi və bədəni gücləndirər. Baxın, qəlbin nə qədər güclü olsa, o qədər Rəbbinə yaxın olacaqsan. Üzü və qəlbi nurlandırar. O ruzini cəlb edir. Qəlbinə boş-boş vəsvəsələr daxil edincə, elə Allahı zikr et. Zikr etməyəndə, dilin boş qalanda, o düşüncələr, o mənfi düşüncələr qəlbinə hopur. Bəzi qəlblər də süngər kimidir. Hər şey qəlbinə daxil edir. Sonra qəm-kədərə qapılır. Həyatdan heç bir şeydən həzz almır. Baxın, o zikr edən şəxsin heybətini, hörmətini artırar. Zikr Allahın sevgisini qazandırar. Bu isə İslamın ruhudur. Dinin mərkəzidir. Səadətin və qurtuluşun sirridir. Baxın. Zikir, o Allah'a daimi görmüş kimi ibadət etməyə səbəb olan bir ibadətdir. Zikr edən insan daima Allah'ı düşünür. Sanki o Allah'ı görmüş kimi Allah'ı görə bilməz. Amma Allah səni görür. Yəni Allah bəndəsinə sanki qarşısında imiş kimi ona ibadət etməyə yönəldir. Zikir bir insanı ehsan, yüksək mərifət dərəcəsinə çatmağa aparır. Çünki ora gedən yolun budur. Baxın, həmçinin zikir insanı tövbə etməyə və Allaha dönməyə sövq edər. O Allaha yaxınlaşmağı təmin edər.
bəndə nə qədər çox zikr edərsə, Allah qatında o qədər yaxın olar. Baxın, qəlb nə qədər rahatlaşır Allahı zikr edəndə. O insana bilik və mərifət qapılarından böyük bir qapını açar. Yəni, Allahı tanımaq. O bəndəyə Rəbbinə qarşı ciddiyyət bəxş edər. Bu ehtiram Allahın böyüklüyü və əzəməti qarşısında qəlbə hakim olar. Amma zikirdən uzaq olan insanda isə bu hal olmur. Çünki zikr edənin şəxsin qəlbində Allahın heybəti olar, Allaha qarşı hörmət. Baxın, görün, insanı hansı məqamlara ucaldır. Allah Teala bəndəsini zikr edər. Allah Teala buyurur, məni zikr edin ki, mən də sizi xatırlayayım. Əl-Bəqərə surəsi 152-ci ayə. Bu təkcə bu ayə belə Allah zikrin fəzilət və şərəfini göstərmək üçün kifayətdir. Allah da bir qulunu xatırlayarsa, mələklər yanında ona bol-bol rəhmətini endirər. Baxın, o qəlbin həyatını təmin edər. O qəlbi və ruhu qüvvətləndirər və qidasıdır. Əgər bir bəndə bunu itirərsə, bədəni ruhsuz bir cismə dönər. O qəlbi pasdan təmizləyər. O günahları əhatə edib məhv edər. Zikr bəndə ilə Rəbbi arasında olan uzaqlığı və vahiməni aradan qaldırar. Rəbbi Allahdan uzaqlaşanda, qəlb uzaqlaşanda qəlbində bir qorxu olur insanın. Amma zikr isə onu neyniyər? Uzaqlaşdırar. Elə isə qəlbinə boş-boş düşüncələr, vəsvəsələr daxil edincə Allaha zikr eylə. Bax, kim Allaha zikr edərsə, Allah da onu xatırlayar. Əlbəttə ki, Allahın xatırlaması daha üstündür. Çünki Allah Teala buyurur ki, məni zikr edin, mən də sizi xatırlayım və Allahın xatırlaması hər şeydən üstündür. Bəndə Allahı bolluq vaxtında zikr edərsə, çətinlik anında onu tanıyar, yəni onun köməyinə çatar. Daim zikr edirsən, heç bir sıxıntın yoxdur, amma zikr edirsən. Bir gün bir sıxıntın olanda, bir ehtiyacın olanda Allah sənin imdadına yetişər. Çünki nəyə görə? Sən xoş anlarında Rəbbini tanıyırsan. Qəlbini ona bağlamısan. Qəlbin onunla yaşayır. Həmçinin zikr Allah əzabından nicat vasitəsidir. Günahlar insana bəlalar gətirir. Həmçinin zikr sakitliyin enməsinə, rəhmətin əhatə etməsinə və mələklərin zikr edənləri əhatə etməsinə səbəb olur. Çox zikr edən insanların yanında mələklər olar. Şeytanlara yol qalmaz. Həmçinin çox zikr edən insana göz dəyməz. Falçı, cadükar, bütün fəsadlardan təmizlənər, xilas olar. Görün, çünki Allah səni qoruyur. Sənin yanında artıq iblislərə, şeytanlara yer yoxdur. Həmçinin zikr, dili qeybət, söz gəzdirmək, yalan, çirkinliklər və batildən uzaqlaşdırar. Dilin faydalı və xeyirli şeylərlə məşğul olmasına səbəb olar. Çox zikr edən insan qeybət də etməz. Həmçinin baxın, zikr məclisləri mələklərin məclisidir. Evində oturmuşsan, zikr edirsən. Boş və qafil məclislər isə mələklərin məclisi deyil. Ona görə də bəndə hansı məclisdə oturub duracağına diqqət etsin. Yəni, oturmuşsan, zikr edirsən insanlarla gözəl bir şey, yoxsa qeybət məclisi. Qeybət məclisində mələklər olar, olmaz. Ona görə daim bir yerdə oturmuşsan insanlarla Allah'ı zikr edin, Allah'ı xatırlayın. Yəni, gözəl bir ayə oxuyun, bir hədis deyin. Peyğəmbərimizin buyurduğu bir hədisi ya da salmaq və ya zikr etmək. Zikr edən şəxslər oturduğuna görə insan sevinər. Və onun oturduğu yerdə bərəkətli olar. Harada olursa olsun. Düşünün, bərəkət yağar, bərəkət gələr. Zikr qiyamət günü insana peşmanlıqdan xilas və nicat səbəb olar. Zikr etməyən insan qiyamət günü peşman olacaq ki, gör nə qədər vaxtlarım boşa getdi, nəfəslərimi tükətdim, amma Allah'a neynədim? Zikr etmədim. Baxın, göz yaşı ilə birlikdə zikr etmək qiyamət günü Allah'ın kölgəsi altında olmaq üçün bir səbəbdir. Belə zikr edən şəxs Rəhmanın ərşinin kölgəsində olar. Qiyamət günün ən böyük kölgəsidir. Nəyə görə? İnsan çox zikr edicə qəlbi yumşalır, qəlbindən bir istək gəlir, sevgi gəlir. Bəzən qəlbindən göz yaşı gəlir Allah sevgisindən. Bu isə qiyamət günü onun üçün ən böyük nədir? Neymətdir. Zikirlə məşğul olmaq Allah'tan istəməyin ən fəzilətli və ən üstün yoludur. Allah zikr edənə istəyənlərə verdiyindən daha çox verər. Çünki nəyə görə? Daim Rəbbinə tərifdə edirsən. Zikr nə deməkdir? Tərif deməkdir. Uca Allah'a tərifləmək deməkdir. Və bundan gözəl bir şey ola bilərmi ki, daim nədir? Uca Allah'a tərifləyirsən. Ona görə də zikr edən insan, görün, nə qədər xeyirlərə sahib olur. Ona görə qəlbi
Allaha bağlılığı olması, qəlbin rahatlığı, qəlbdə bir sevinç, o sevinç ki insanın üzünə hopur, üzündə o gözəl sevinç, təbəssüm gətirir. O qəlb rahatlıq tapır. Və bütün bunlar qəlbi Allaha bağlamağa yol nədir? Allahı xatlamaq. Zikr yəni Allahı xatlamaq deməkdir. Müəyyən kəlmələrlə. Elhamdülillah, Subhanallah, Estağfurullah, Allahumma salli və səlləm alə Muhammed və alə ali Muhammed, Subhanallah, La ilahe illallah. Bütün bunlar zikr sayılır. Hansı dilinə uyğundursa nədir? Onları nədir? Dilindən düşürmə. Rəbbimizə şükürlər olsun. Uca Allah Teala bizləri bol-bol, çox-çox zikr etdiyi qullarından olsun. Rəbbimizə şükürlər olsun. Uca Allahın salamı, salavatı Peyğəmbərimiz sallallahu aleyhi və səlləm, onun əhl-i beyti, əshabına üzərinə olsun. Bu gözəl cümə günündə, xeyir bərəkət günündə Allah Teala dualarımızı qəbul eləsin. Cümənin son saatlarına gedirik. Yəni son saatlar nədir? Günəş batmağa 1 saat, yarım saat qalmış. Ən gözəl vaxtlardır. Duaların qəbul olduğu vaxtlardır. Gərək çoxlu nədir? Dualar edək. Həmçinin baxın biz zikirdən danışmışdıq. O qəlb rahatlığı. Zikir ibadətlərin ən asanı və ən üstünüdür. Zikir cənnət ağaclarındandır. Yəni cənnətdə əvəzini verən əməllərdəndir. Nə qədər çox zikr etsən. Zikir həmçinin baxın. Zikir Allahın elə bir ehsanı və fəzlətidir ki, başqa heç bir əməldə onun kimi nəticə görməzsən. Yəni müstəhəb əməllər içərisində ən üstün nədir? Əməllərdən birisidir. Müstəhəb əməllər içərisində. Baxın, Allah'a daim zikr etmək Allahın qorumasını və təhlükəsizlik hissini bəndəyə bəxş edər. Bu qoruma həm dünyada, həm də axirətdə bəndənin rifahını və xoşbəxtliyini təmin edər. Allah onu unutmasından xilas edər. Allah o qulunu unutmaz. Allahın qulunu unutduğu insan isə əlbəttə ki, onun qəlbi daralar. Çünki daimi zikr edən insan nədir? Deməli, əmin-amanlıqda olar. Zikr edən bəndə həm dünyada, həm də qəbirdə, həm də axirətdə nur içində olar. Qiyamət günü isə bu nur onun sırat körpüsündən keçməsinə səbəb olar. Görün, zikr nə qədər faydaları var. Amma ən asan bir ibadət. Ona görə deyir alimlərdən birisi, baxın, zikr edən çoxmu? Az. Niyə görə? Allah gərək insanı müvəffəq eləsin. Bu əməllərdə müvəffəq olan insanlar olduqca nədir? Əlbəttə ki, azdır. Çalışmalıyıq ki, biz də bu azlardan olaq. Zikr bəndəyə hər zaman, hər bir vəziyyətdə asanlıq gətirir. Çünki zikr ən asan ibadətdir. Bəndə uzanan yerdə də, oturan yerdə də bütün halları zikr edə bilər. Amma bundan rahat bir ibadət varmı? Yox. Zikr Allah dərgahına giriş qapısını açar. Bu qapı zikirlə açılır. Zikr edən şəxs həmin qapıdan içəri girər və orada Rəbbini tapar. Kimsə bu zikri tərk edərsə, hər şeyini itirər. Baxın, yəni Allaha bağlı olan qapı, Allaha yaxın olan qapı nədir? Zikir qapısı. Sən bu qapıdan girdəndən sonra qəlbində rahatlıq olacaq, sevinc olacaq, istəklərinə çatacaqsan. Həmçinin baxın, zikir nə deməkdir? Qəlbdə elə bir boşluq və ehtiyac vardır ki, onu yalnız Allahın zikri doldura bilər. Əgər bəndə onu Allahın zikri ilə doldurmazsa, heç nə bu ehtiyacı, bu dərinlikdəki bu ehtiyacı ödəyə bilməz. Qəlb elə bir hala gəlir ki, zikr edən şəxs qəlbin özü olur. Zikr qəlbdən doğar və dil isə ona itaət edər. Bu qəlbdəki boşluğu dolduran və ehtiyacı aradan qaldıran gerçək nədir? Zikr. Düşünün. Zikr dağınlığı birləşdirər, ayrılığı aradan qaldırar, parçalanmış olanı toparlayar və bəndəni Allaha yaxınlaşdırar. Onun yaxınlığına gətirər. Bəndənin qəlbi, niyyəti, istəkləri və qərarları parçalanmış olarsa, zikr bunları hamısını bir yerə birləşdirər. Həm dünyavi məsələlərdə, həm axirət məsələlərində. Düşünün, zikirlə nə qədər faydaları var. Yəni, səadət, rifah, diqqətin, qəlbin toparlanması, zikr insanın qəlbi və niyyətini bir araya gətirər. Düşünün, onu dağınıq fikirlərdən, qayğı və qəmdən, itkilərdən və peşmanlardan xilas edər. Zikr insanı günahlardan, səhvlərindən, yük və çətinliklərdən azad edər. Ta ki onlar dağılana qədər insanın qəlbində. Zikr qəlbi yuxudan oyadır və onun qafillik yuxusundan oyadar. Düşünün, zikr edən şəxs zikr etdiyi Allaha yaxınlaşar. Allah da onu sevər. Və zikr edən şəxs Allahı sevər. Qəlbində sevgi yaranar. Düşünün, bu sevgi ümumi elm və itaətlə əldə olunan bir sevgi deyil, xüsusi bir sevgidir. Bu sevgi zikrin gətirdiyi yaxınlıq, yardım və ilahi müvəffəqiyyət nəticəsində
insan nə edir? Bunu qazanır. Zikir, mərifət, ruhani halların meyvə verdiyi bir ağac kimidir. Bu hallara ancaq və nəticələri ancaq nədir? İnsan zikirlə nail ola bilər. Həmçin zikir elə fəzilətdir ki, mal-mülk xərcləmək, baxın, Allah yolunda sədəqə vermək qədər insanı o məqamlara yüksəldir. Sədəqə verməyə imkanı yoxdur, zikir elə. Zikir bəzi ibadətlərin əvəzidir. Zikir şükrün əsasını təşkil edir. Kim Allah'ı zikr etməzsə, əslində ona şükür etmiş sayılmaz. Allah'ın ən çox sevdiyi bəndələrindən biri də dili daim onu zikr edən şəxsdir. Qəlbdə elə bir sərtlik, daşlıq vardır ki, onu yalnız Allah'ın zikri əridə bilər. Zikir qəlbin şəfası və dərmanıdır. Qafillik isə qəlbin xəstəliyidir, yəni unutqanlıq. Onun xəstəliyin dərmanı isə Allah'ı zikr etməkdir. Zikir Allah'la dostluğun və ona yönəlmənin əsasını təşkil edir. Düşün. Unutqanlıq isə bu dostluğun və bağlılığın baş düşmənidir. Çünki bəndə Allah'ı zikr etməyə davam etdikcə Rəbbi onu sevir və özünə yaxınlaşdırır. Əgər zikri tərk edərsə, Allah da ona qarşı etinasız olar. Dua və yalvarışların qəbul olunmasına və bəlaların dəf olunmasına ən çox təsir edən səbəb nədir? Allah'ı zikr etmək. Baxın, həm dualar qəbul olunur zikr edərkən, Peyğəmbərimiz buyurur ki, ən çox duası qəbul olunan kimdir? Allah'ı çox zikr edənlər. Sonra zikir Allah'ın bəndəsi üçün öz rəhmətini, mələklərin xeyir duasının göndərilməsinə səbəb olar. Allah'ın ona salavatına, yəni xatırlamasına, yəni dərgahında xatırlamasına səbəbdir. Kim Allah'ın zikrini davam etdirərsə, nicat tapar və qurtuluşa çatar. Cənnət bağlarında yaşamaq istəyən kəs dünyada olarkən zikir məclislərində otursun. Yəni zikr edənlərdən olsun. Zikr məclisləri mələklərin məclisidir. Dünyadakı məclislərin heç biri Allah'ın zikr etdiyi məclislərdən daha fəzilətli deyil. Allah zikr edən şəxs mələklər arasında zikr tanınanlardan olar. Allah mələklər önündə zikr edənlərlə fəxr edər. Kim daima Allah zikr etsə, cənnətə sevinərək girər. Çünki Allah ona nemətlər bəxş etmişdir. Cənnətdə belə dərəcələr nə ilə artırılır? Zikirlə. Zikr edən şəxs ali məqsədə çatmışdır. Çünki ibadətlər, məsələn, namaz və oxşar əməllər bu məqsəd üçün buyurulmuş. Allah təala buyurur, məni yad etmək üçün namaz qıl. Əməllərin ən fəzilətlisi, zikr edənlərin, həmin əməl sahiblərinin ən üstünü edənlərdir. Yəni, oruç tutanların ən fəzilətli oruc hansıdır? Zikir. Zikirli oruc, yəni daha çox zikr edir. Namazlar içərisində hansı insan namaz daha üstündür? Çox zikr edənin namazı. Həmçinin həc belə. Bütün ibadətlər nə edir? Gözəlləşdirir. Zikr davamlı olmasını nafilə ibadətlər, oruc, namaz yerini tutur. Və bu kimi müstəhəb əməllər dərəcəsinə çatırsan. Bəzi insan gecə namaz qıla bilmir, digər müstəhəb namazları qıla bilmir. O zaman dilindən zikirlər düşürmə. Zikir o müstəhəb namazları, ibadətləri nə edir? Əvəz edir. Yəni, istər bu ibadətlər bədənlə olsun, məsələn, yəni insana yardım eləmək, namaz qılmaq, gecə namazı, hər bir şeylə inir, müstəhəb əməlləri əvəz edir. Allah Taala'nı zikr etmək bir bəndənin ona itaat etməsi üçün ən böyük yardım vasitəsidir. Çox zikr edən insanlar daim nədir? Allaha bağlı olan insanlardır. Yəni Allah Taala səni rahatlaşdırır digər ibadətləri. Orucu, namaz qılmağı, gecə namazını, sədəqə verməyi. Çünki Allah onu sevir, ona ibadət asanlaşdırır və onu qəlbini sevgisi ilə doldurar. Allah'ı zikr etmək çətini asanlaşdırar, müşkülü həll edər. Bəlaları uzaqlaşdırar. Kim Allah'ı zikr etsə, onun üçün hər çətinlik asan olar. Hər müşkül rahatlaşar. Hər qorxu aradan qalxar. Hər qəm yox olar. Hər darlıq genişliyə çevrilər. Allah'ı zikr etmək bütün qəlbi bürüyən qorxular aradan qaldırar. Gələcək qorxusu aradan qalxar. Keçmişdə olan məsələlər və ya günlük məsələlər. Heç bir qorxu Allah'ın zikr etdiyi qədər, yəni zikr edən insan üçün neyniyər? Qorxunu insanın qəlbindən neyniyər? Qaldırar. Zikr edən şəxsə Allah elə böyük bir güc və qüvvət bəxş edir ki, bunu yalnız zikr edənlər bilirlər. Zikr etməyən bu gücü, bədən və qəlbi gücü anlamaz. Düşünün. Zikr edənlər qiyamət gündə başqalarından öndə olanlardır. Zikr Allah Taala'nın bəndəsini təsdiqləməsinə səbəbdir. Yəni,
doğrulamasına səbəbdir. Çünki zikr edən Allahdan onun kamil sifətləri ilə Allah nə edir? Tərifləyir. Bütün zikir Allahın kamil sifətlərindən danışır, ucalığından danışır. Əgər bir bəndə bu sifətlərdən xəbər versə, Allah onu təsdiqləyər. Yəni, Allahın doğruluğunu qəbul edər. Və Allah Taala'nın doğruluğunu qəbul etdiyi kəs qiyamət günü yalançılarla bərabər dirilməz. Sadiqlərlə bərabər olar. Həmçinin zikir, mələklər zikr edən üçün cənnətdə dərəcələri artırarlar. Dərəcələr artır nə ilə? Zikirlə. Həmçinin zikir bəndə ilə cəhənnəm arasında möhkəm bir səddir. Kim Allah'a çox zikr edərsə, bu sədd daimi möhkəm olar. Elə bir sədd ki, o bütün cəhənnəm qapısının, cəhənnəmin qarşısına alar. Baxın, görün, hansı dərəcəyə çatır Allah çox zikr edən insan. Mələklər zikr edənə tövbədən üçün etdikləri kimi bağışlanma diləyərlər. Çox zikr edən insanlar, mələklər sevər, Allahdan onun üçün bağışlanma diləyər. Zikr edənlərlə dağlar və torpaq, səhralar, hər şey fəxr edər və onlara görə sevinərlər. Çünki Allahın yaratdığı bütün canlılar, hətta cansızlar belə, Allah zikr edirlər. Altı buyur Quran-Kərimdə. Və in min şeyin illə yusəbbih bihamdi. Hər bir şey Allahın şanında təriflədir. Amma siz onların tərifini, zikrini duymursunuz, anlamırsınız. Baxın. Zikir çoxlu edən insan ikiyüzlülükdən, nifaqdan uzaq olar. Çünki Allah buyurur ki, münafiqlər Allah'a az zikr edərlər. Zikr edən şəxs elə bir ləzzətə qovuşar ki, onu zikirdən başqa bir şeydə əldə edə bilməz. O da nədir? Qəlbin rahatlığı. Qəlbində elə bir sevinc olur ki, Rəbbinlə yaşayır. Bütün günü, həyatı boyu. Düşünün. Zikir sahibinə dünyada nur, parlaqlıq, ahirətdə isə nur verər, yəni sırat körpüsünə getmək üçün. Həmçinin zikr insanın qəlbini nurlandırar. Zikrin çoxluğu qiyamət günü bəndə üçün lehinə şahidlərin çoxluğudur. Yerlər, göylər, hər şey sənin üçün şahid edəcək qiyamət günü. Zikir, qeybət, böhtan, nalayiq və faydalı sözlər kimi batil danışıqdan qoruyar. Çünki dil boş qalmaz. Ya Allah zikr edər, ya da batil sözlər danışar. Bu iki haldan biri mütləq baş verəcək. Nəfsini haqq ilə məşğul etməsən, səni batillə məşğul edəcək. Həmçinin zikir, baxın, insanı ətrafında olan bütün şeytanlardan, cinlərdən nə edir? Uzaqlaşdırar, onları darmadağın edər. Zikir, duanın qəbul olunmasına səbəb olar. Düşünün, bu saydığımız zikirlər 74 faydasını saydıq biz. Hələ bundan daha nə qədər çox faydaları var. Yəni 100-dən çox faydaları var. Hələ bu ümumi zikrin faydası. Əstəğfirullahın digər faydaları var. Əlavə. Peyğəmbərimizə salavat gətirməyin 40-dan çox faydası var. Yəni ümumi toplayanda Allah zikr etməyin 100-dən, 200-dən çox faydaları var. Yəni belə bir rahat ibadətdə gələ insan səhlənkar olmasın. Bəli, birinci insana çətin gəlir. 1 ay, 2 ay, 3 ay. Amma insan bütün bunlar içərisində səbr edərsə, daimi olarsa, davamlı olarsa, nəfsini cilovlamaya çalışarsa, o zaman Allah Teala nədir? Bu gözəl qapını mütləq açacaq. Ona görə də daim zikr etmək lazımdır. Həmçinin daim dua etmək lazımdır. Yəni ya zikr et, ya dua et, ya hayy ya qayyum, rəhmətinlə sənə yalvarıram. Hər zaman dualar, dua, zikir, dua, zikir. Yəni faydalı işlərlə məşğul olsan, o zaman həm duaların qəbul olunacaq, həm də istəklərinə çatacaqsan. Dua demişkən, biz hər zaman verilişimizin sonunda dinləyicilərimizlə bərabər gözəl dualar edirik. Rəbbimiz dualarımızı qəbul eləsin. Çünki bir yerdə dua edirik. Dualara amin deyənlər də bu gözəl savaba nail olurlar. Allahım, həmdin təkcə sənə məxsusiyyət naminə səndən diləyirik. Səndən başqa ibadət haqq məbud yoxdur. Təksən, heç bir şərikin yoxdur. Lütufkar və səxavətlisən. Ey səmaların və yerin xaliqi, ya zəlcəlali və ikram, ya hayy ya qayyum, səndən diləyirik, dinləyicilərimizlə bərabər. Allahım, sənin əzəmətli adınla səndən diləyirik. Şəhadət edirik ki, sən Allahsan, səndən başqa ibadətə haqq məbud yoxdur. Sən təksən, heç kəsə möhtac qalmayan, doğmayıb, doğulmayan və tayı bənzəri olmayansan. Sənin sonsuz salamın, xeyir duan olsun Peyğəmbərimizə, onun əhl-i beytinə, əshabilərinə. Ey Rəbbimiz, ey imdada yetən, ey çarəsizlərin duasını qəbul edən,
bəndəsinin səsini eşidən Rəbbim, səni çağırırıq, sənə dua edirik. Dərdimizi yüngülləşdir, qəmimizi aradan qaldır, ey dərdləri aradan qaldıran, ey qəm-kədəri yox edən, ey Rəhman, ey Rəhim, ey bağışlayan və mərhəmətli Allah, bizlərə rəhm eylə, sağlamlıq ver, bizi bağışla. Ey Rəbbimiz, ey kömək edən, ey ol deyən və hər şeyi var edən Rəbbimiz, sənin istədiyin hər şey olur. Biz də sənin razılığını istəyirik. İstəyinlə bizə uğur, müvəffəqiyyət, bağışlanma, sağlamlıq və dünyada və axirətdə davamlı afiyət nəsib eylə. Ey mehriban Rəbbimiz, ey ərşin sahibi, ey istədiyini edən, səndən elə bir qüdrətlə istəyirik ki, heç kim sənin istəyinə mane ola bilməz. Elə bir nurunla istəyirik ki, onunla göylər və yerlər nurlanır. Səndən istəyirik, ey Rəbbimiz. Dualarımızı qəbul elə, sıxıntılarımızı aradan qaldır, ruzumuzu bol bərəkətli elə. Kimin nə istəyi arzusu varsa, istəyin arzusuna çatdır. Ey Rəbbimiz, qəlbimizə, zehnimizə rahatlıq nəsib eylə. Ey Rəbbimiz, səbirlə gözlədiyimiz şeyləri bizim üçün gerçəkləşdir. Bizi həm dünyada, həm axirətdə xoşbəxtlik nəsib eylə. Allahım, səndən istəyirik. İstəyirik, dualarımıza cavab qapıları açasan. Ey Rəbbimiz, dualarımızı qəbul elə, bizi ümidsiz qoyma. Ey Rəbbimiz, bizi salih qulların sıralarına daxil eylə. Ey Rəbbimiz, bizi öz səxavət dənizindən neymətlər ver. Ey Rəbbimiz, qiyamət gününə qədər bizi bağışla. Ey mərhəmət edənlərin ən mərhəmətlisi, bizi rəhmətinə qovuşdur. Rəhmətinlə bizi, günahlarımızı bağışla. Ey bəxş edən, dualarımızı qəbul eylə, bütün istəklərimizi ver, övladlarımızı salih qullarından eylə. Ey Rəbbimiz, övladı olmayanlara salih övladlar bəxş eylə. Ey Rəbbimiz, subaylarımıza gözəl ailə qurmaq nəsib eylə. Ey Rəbbimiz, evladı olmayanlara gözlərinin nuru olacaq salih övladlar nəsib eylə. Ey Rəbbimiz, ey Rəbbimiz, sən bizim bu gözəl vətənimizi qoru. Əmin-amanlığımız, müstəqimiz daimi olsun. Üç rəngli bayrağımız həmişə yüksəklərə dalğalansın. Bu gözəl əmin-amanlıq yurdunda sənə şükür edirik, dualar edirik, namazlar qılırıq, oruclar tuturuq, Peyğəmbərinə salavatlar göndəririk. Ey Rəbbimiz, bu gözəl əmin-amanlıq yurdunu qoru, məkir düşmənlərin hilələrindən qoru. Sən öz əzəmətli gücünü, qüdrətini düşmənlərimiz və havadarlar üzərində göstər. Üç rəngli bayrağımız həmişə yüksəklərə dalğalansın. Ey Rəbbimiz, ey Rəbbimiz, rəhbərimiz, prezidentimiz İlham Əliyev cənablarını qoru, öz himayəndə saxla. Ona daimi sağlamlıq, uzun ömür, möhkəm iradə, qərarlarında daim müvəffəqiyyət bəxş eylə, başını hər zaman uca eylə. Çünki o, bu gözəl vətənimiz üçün, əmin-amanlığı üçün, xalqının xidmət yolunda daim çalışır. Sən onu bu yolda möhkəm eylə, işini bərəkətli eylə. Ey Rəbbimiz, sən onu öz himayəndə saxla, rəhbərimizi qoru, daim müvəffəqiyyət eylə. Ey Rəbbimiz, vətənimizə daim onun vasitəsilə bərəkət, birliyimizə möhkəmlik, bayrağımıza ucalıq nəsib eylə. Rəhbərimizi qoru. Ey Rəbbimiz, ey Rəbbimiz, hər zaman rəhbərimizi qoru. İşlərində müvəffəq eylə, uzun ömürlər bəxş eylə. Ey Rəbbimiz, rəhbərimizin anası mərhumə Zərifə xanıma qəni-qəni rəhmət eylə, ruhunu şad eylə. Ey Rəbbimiz, ümumi liderimiz mərhum Heydər Əliyevə qəni-qəni rəhmət eylə, ruhunu şad eylə. O vətənimiz, xalqımız üçün böyük xidmətlər göstərib. Ey Rəbbimiz, daim onun ruhunu şad eylə. Çünki o, millətinə ən çətin günlərində dayaq olub, xalqına ümid olub. O, öz fədakarlığını, müdrikliyini göstərib, öz bilini, bacarını sərf eləyib. Sən də onun ruhunu şad eylə, öz dərgahında rəhmətinlə mükafatlandır. Ey Rəbbimiz, vətənimizin hər qarış torpağına bərəkət ver. Ey Rəbbimiz, bu gözəl vətənimizi qoru, sən bizim dövlətçiliyimizi qoru. Vətənimizi hər bir bəladan, düşməni hiləsindən, fitnəsindən, şərindən uzaq eylə. Ey Rəbbimiz, bayrağımız daim yüksəklərdə dalğalansın. Ey Rəbbimiz, şəhidlərimizə qəni-qəni rəhmət eylə. Dərgahında ən uca məqama yetişdir. Ey Rəbbimiz, sən bizim əskərlərimizi qoru, sağ-salamat ailələrinə qovuşdur. Ey Rəbbimiz, sən bizim qazilərimizi qoru. Ey Rəbbimiz, vətənimizin keşində duran, gecəsini, gündüzünü xalqının asayişinə
həsr edən hüquq mühafizə orqanlarının əməkdaşlarını qoru. Onlara güc, sağlamlıq, möhkəm iradə bəxş eylə. Ey Rəbbimiz, sənə dualar et, ey Rəbbimiz, dualarımızı qəbul etməklə biz aciz qullarını sevindir. Amin, amin, amin.